Səyahətdə etmək istədiyim planlar ya da getmək istədiyim yerlər əslində həddindən artıq çoxdur, amma Taylandda boks ringinə çıxacağımı heç ağlıma da gətirmirdim sözün düzü. Ondan sonra gəlmiş yəni Muay Thai-ya baxmağa. Taylandda olanda da elə Get Your Guide-dan Muay Thai döyüşləri üçün bilet almışdıq və maraqlı keçirdi, hər şey əla idi. Bir də yaxınlaşdılar ki, bəs ringə siz də çıxa bilərsiniz. Belə adama qəribə gəldi ki, necə yəni? Ab-hava möhtəşəm idi, musiqilər, döyüşlər, 4 və ya 5 müxtəlif döyüş izlədik orada. Yaşlar getdikcə artırdı, qadınlar olan oldu, hətta eləsi oldu ki, ürəyə gedib falan və s. Nəysə, yaxınlaşdılar ki, ringdə medalı siz təqdim edə bilərsiniz. Yəni bu ring yolu dedikləri. Birinci belə şey gəldi, hətta belə qorxudan Azərbaycanlı olaraq ilk sualda soruşdum ki, ödənişli olaraq buna görə nəsə ödəniş eləməliyəm. Dedilər, yox, heç nə ehtiyac yoxdur. Sadəcə olaraq sizin təqdim eləməyiniz okey olarmı? Dedim, niyə də yox, maraqlı təcrübə olar və hətta tək mən yox, elə ikimiz də. Nəysə, Əli öz ayrıca danışar onu və çıxdım. Əslində şiddətə qarşıyam, o ayrı məsələdir, amma bu mənim həyatımdakı ən qəribə təcrübələrdən biri idi. O qədər insan və sən səhnədəsən. Və maraqlısı da odur ki, döyüşənlərdən biri türk idi və o səhnəyə çıxdığım an boyunca ən böyük beynimdəki mənim narahatlıq bilirsiniz nə idi? Good luck türkcə nə idi görəsən düşüncəsi. Ay Allah, nə idi bu, nə idi? Hər dildəki ağlıma gəlir. Bircə türkcəsi ağlıma gəlmirdi. Belə son anda düşəndə dedim, belə türkcə dedim ki, başarılar və o da mənə təşəkkürlər abla dedi. Biraz oradakı abla sözü mənim biraz xətrimdə idi. Nəysə, o mövzumuz indi o deyil. Və mütləq getdiyiniz ölkələrdə müxtəlif turlarda iştirak edin. Çünki heç vaxt bilmərsiniz qarşınıza nələr çıxacaq. Turları da safe, daha güvənli, daha inanacağınız və doğrudan da çox keyfiyyətli olaraq alacağınız yer məhz elə bu application'dır.